Dilənçilik ruhu, dilənçi millətlər. Dostlardan biri dilənçilik haqqında Instagramda bir yazı yazmış və insanların dilənçiliyə alışmasından xəbər vermiş. Mən ona belə bir cavab yazdım. Mən də dilənçilik ruhu və alışqanlığı haqqında çox yazmışam, həm də danışmışam. Günaz TV-də belə bu haqqda canlı bərnamələr aparmışam. Hayıfsanaraq yaza bilərəm. Biz dilənçiliyə, ruhsal dilənçiliyə, ekonomi dilənçiliyə, siyasal dilənçiliyə, dilsel dilənçiliyə və hər sahədə alışmışıq. Milli dilənçilik ruhu ən başda əskəri şikəst ya uduzma ruhundan və onun kölgəsində doğan qorxu ruhundan doğar. Yəni, işğal və soyqırım qorxusu bir milləti dilənçiliyə alıştıra bilir. Sonrasısa hər sahədə dilənçilik bir alışqanlığa dönüşür. Bunlara əlavə olaraq İrandakı millətlər rüşvət milləti olmuşlar. Fars dövləti keçən yüzildə hər sahədə millətlərə rüşvət verərək millətləri dövlətdən dilənməyə alışdırıb, beləliklə dilənçi, qorxaq və işğal olmuş millətlər olmuşuq. Beyinlərimiz yıxandıqdan dolayı, həm də dilənçiliyə, qorxuya, işğala alışdığımızdan dolayı durumu doğal görərək unutmuşuq və dilənçiliyə dördəlli yapışmışıq. Bunun üçündür ki, biz işləmək, təşkilatlaşmaq, xiyal və iradə etmək yerinə Farslardan və Fars faşistlərdən dil haqqı, Urmu gölü haqqı, çevrə haqqı, siyasal haqlar, hizb haqqı, ekonomi haqqı, yönetim haqqı və dilənirik. Yəni hər sahədə dilənçi ruhuna və dilənçi davranışlara sahib olmuşuq. Soru budur ki, bu dilənçilik ruhunu necə dəyişdirmək olar? İnsafəli Hidayət, Toronto, Kanada, yazı 18.07.2022'də, səs 20.07.2024'də.